Nədən danışım? Bunu daha öncə çəkmişdim, amma mikrofonun səsi açıq değilmiş deyə düşməyib. Baxın, belə bir saç ampulaları almışam. Ay, belə bir saç ampulaları aldım ki, saç şampunumun içərisinə əlavə edeyim ki, saçım uzansın, tökülməsinin qarşısını alsın və s. Bunları aptekdən aldım, gəldim, amma gələndən sonra araşdırma elədim ki, əslində bunları birbaşa hamısını şampunun içərisinə əlavə etmək çox yanlış bir şeydir. Niyə yanlış bir şeydir? Çünki, məsələn, mən aldığım B1, B6, B12 vitaminləri, hələ ki bunlar deyirəm, başqalarını danışım, hər birini deyəcəm. Düşünürüm ki, hərəsindən 5-5 şampunun içərisinə qataraq, çünki çox zaman deyilən və təriflənən bir şeydir. Saçlarım sürətlə uzanar, tökülməsi dayanar, düzdür, elə çox tökülməsi yoxdur və daha yumşaq, daha parlaq, daha yaxşı olacağını düşündüm. Amma araşdırma elədikdən sonra bildim ki, məsələn, bunların B1, B6 və B12 ümumiyyətlə üçü bir-birinə qarışdırılmayan vitaminlərdir. Bunlar inyeksiya üçün nəzərdə tutulmuş bir şeydir. Bunu saç dərisinə birbaşa təmas elətdirmək düzgün deyil. Ümumiyyətlə buradakı ampulların hər birini. Bunlar hansı ki apteklərdən alınıb saçlara, şampunlara tətbiq olunanda bunu araşdırdım ki, bunları istifadə etmək olmazmış. Niyə? Məsələn, biz vitamin C, düzdür, bu vitamin C-nin heç bir zərəri yoxdur ona qatsa. Amma vitamin C mayedə bir günə parçalanır. Yəni ki, ancaq birinci istifadədə mən bunun təsirini ala bilərəm, ikinci istifadədə mən bunun təsirini ala bilmərəm. Ona görə, yəni bunu bunun içinə qatmağın heç bir mənası yoxdur. Yalnız bir dəfə təsirini alacaq. Nikotin saçdakı yağlılığı götürür, saça canlılıq verir. Burası okey. Amma bu elə bir şeydir ki, biraz qatı bir şeydir. Bu, məsələn, bir ampulanı 1/3 suda seyrəldib daha sonra istifadə eləmək olar və bunu da ev şəraitində yox, tibbi şəraitdə, laboratoriya şəraitində eləmək olar. Ona görə bunu da istifadə eləmək düzgün sayılmır. Çünki bunlar düzdür, effekt də verə bilər, çox yaxşı effekt də verə bilər. Amma əks təsir də ola bilər deyə mən bu əks təsirdən qaçındım ki, yəni əks təsir olması daha böyük ehtimaldır. Bununla da bağlı videolar var ki, hansı ki bunları belə qarışdırıb istifadə ediblər, yaxşı olacağını düşünüblər, amma çox əks təsirini görüblər. Daha sonra burada nələr var? Bunun içərisində aloe var idi. Aloe'dən mən 3 ampul bunun üçün əlavə edim. Çünki aloe içlərində ən məsləhətli bilinən oldu ki, yəni aloe'ni şampunun içərisinə qatmaq olar. Heç bir əks təsir demək olar ki, yoxdur. Saça yumşaqlıq verir, parlaqlıq verir, canlılıq verir. Yəni saçın diblərini tətbiq eləmək olar şampunun içərisində olduğuna görə. Amma digərlərini neyini? Məsələn, nikotin falan məndə qalacaq, istifadə etməyəcəm. B1, B6, B12-ni isə nə edəcəm? Belə saçıma istifadə edəcəyim qədər maska götürdüm. Baxın, bu mənim ümumi maskamdır. Saçlarımı yuyandan sonra istifadə etdiyim maskadır ki, hansı ki saçımda bir 15-20 dəqiqə saxlayıram, sonra yuyuram. Buradan mən indi istifadə edə biləcəyim qədər maskanı götürdüm. Məsələn, hal-hazırda saçımı yuyandan sonra bu qədər maska tətbiq edəcəm saçıma. Bu qədər maskanı götürdüm və içərisinə bir ədəd B12 vitamini əlavə edib qarışdırdım. Bu qarışımı mən saçlarımı yuyduqdan sonra saçıma tətbiq edəcəm. Daha sonra yuyacağım və bunu bir dəfə istifadə etmiş olacağım. Gələn dəfə saçlarımı yuyandı və bunu həftədə yalnız bir dəfə istifadə etmək olar. Gələn dəfə saçlarımı yuyandı isə, məsələn, bu dəfə B12 istifadə etmişəmsə, gələn dəfə B6-dan istifadə edəcəm. Digər dəfə yenə B12. Belə bu formada istifadə edəcəm. Amma birbaşa saçımın diblərinə yox, yalnız saçımın ucalarına istifadə edəcəm. Yəni dediyim kimi, adam belə bilib-bilmədən eşidirsən, deyirsən ki, mən də istifadə edeyim, yaxşı təsiri olar, amma əks təsir onda da daha çox peşman olur. Ona görə mən bu riski girmədim, şampunun içərisinə əlavə etmədim. Dediyim kimi, şampunun içərisinə sadəcə aloe'dən əlavə etdim ki, yəni ən belə əks təsirsiz, ən belə qorxulu olmayanı aloe'dən. Aloe'dən istifadə etdim, qalanlarını isə o formada istifadə edəcəm. Burada qaldı nikotin falan, onları da hələ ki istifadə etməyəcəm. Bilmirəm, bəlkə biraz araşdırma eləyərəm, onu da başqa nə cürsə istifadə eləmək olar. Yəni saç maskasına falan. Çünki bu maskanın saçımın diblərinə yox, yalnız uclarına istifadə edirəm. Ona görə bəlkə ondan olar. Çünki mənim saçımın, baxın, bu hissəsi facelight elətdirmişdim deyə biraz yanıb. Hələ bu qədər baxım edirəm, bu formadadır. İndi saçlarımı tam özünə gətirmək istəyirəm ki, saçımı istədiyim rəngə qaytara bilim, istədiyim rəng edə bilim. İnşallah ki, bir yerdə saçımızda hər şeyi yoxlaya-yoxlaya qəşəng saçlarımı özünə gətirərəm. Siz də mənimlə birlikdə bu yola çıxmaq istəyirsinizsə, bu formada eləyin. Hamısını birdən-birə risk etməyin. Dediyim kimi, edə bilərsiniz. Yəni, mən ona məsuliyyət daşımıram. Və şampuna gəldikcə isə Restorex şampundan istifadə edirəm. Daha öncə yüksək qiymətə bir neçə şampunlar alıb istifadə etmişəm ki, hansı ki, istər salonlarda satılan 70-80 manatlıq şampunlar, istər də ki, OCX, məsələn, 25 manata, 28 manata, 30 manata belə bu tipdə şampunlar almışam. Demərəm ki,
pis idi, heç faydasını görmədim. Niyə o qədər pulumu boşu-boşuna xərcləmiş olum? Ona görə apteklərdən və güvəndiyiniz marketlərdən Restorex ala bilərsiniz. Burada heç bir reklam yoxdur. Yəni öz pulumla almışam və sizə də sadəcə bir bacı kimi tövsiyə edirəm ki, bundan istifadə edə bilərsiniz. Saçımı həqiqətən uzatdı və saçım tökülürdü, tökülməsini dayandırdı. Başlayırıq. İlkin olaraq belə bir Türklərdə saç sosisi deyirəm. Mən bunu çox vaxtı hamam xalatının ipi ilə edirdim. Çox qəşəng vuruqları alınırdı. Ona görə dedim ki, belə professional olanını alım. Yəni istisіз saç vurmaq həqiqətən də superdir. İndi saçımı yuyandan sonra necə tətbiq olunur, həqiqətən effekti olduğunu bunun hamısını çəkib sizinlə paylaşacağam. İlkin olaraq bu qiymətdə çox münasibdir həqiqətən. Belə corablar almışam, şirin. 4 cütdür, hə. 4 cütdür, məncə çox qəşəng. Sonra pijama almışam. Pijama çox sevirəm. Nə qədər çox pijama alsam da doymuram pijamadan. Bir ordunu büyüdür. Belə qollu pijamadır. Şalvarı da eynən bu printdədir. 2XL almışam. Çünki uzunluğu, məndə pijamaların uzunluğunu tuzdura bilmirəm. Dedim, eybi yoxdur. Üstü çox bol olsun. Əsas odur ki, şalvarın ayağı qısa qalması ən sevmədiyim. Alisaya belə bir şalvar aldım. Qalın. Keçən dəfə Anjeliya buradan almışdım. Anjeliya almışdım 15 manata. Eyni materialda. Hətta bunun içi belə tüklüdür. Bunu isə aldım Alisaya 10 manata Temudan. Yəni ondan daha qalındır həqiqətən də. Anjeliya belə ürəyi gedəcək, bayılacağı bir kofta almışam. Üzərində pink kəpənəklər var. Belə böyük deyirəm. Mənim əynimə olar. Baxın, belə bir şey almışam. Paltar tikən maşın üçün o kənarlarını bərkitmək üçün bir şeydir. Gözlüyün göstərirəm indi. Paltar tikən maşına belə taxacaq ki, bunu o fərqli tikişlər alınsın deyə. Mən Trendyoldan bu tipdə bir eynəyi almışdım. Yəni, təxminən 20-30 manat civarında almışdım. Çox bəyənirdim. Heyf ki, onu itirdim. Bu da ona bənzəyir. Qiyməti ondan qat-qat münasibdir. Bunu maydən olan pencəyimlə kombinləməyi düşünürəm ki, indi belə saçım başım yağdı, makyajsam, amma qəşəng kombin eləyəndə məncə çox gözəl olacaq. Böyle bir şey çox qəşəngdir. Bunun xaki rəngi də var idi. İndi bəlkə onunla da sifariş eləyərəm, bilmirəm. Xüsusilə də həftə sonları çalışıram ki, məsələn 6-cı gün uşaqların istədiyi bir yerə getmişiksə, bazar günü də ən sevdikləri bir şeyi hazırlayır. Bu bazar isə uşaqlara belə naggislər hazırlamaq istədim. Düzü bu formada ilk dəfə də hazırlayırdım. Daha öncə hazırlamışdım, amma bu qədər ləzzətli çıxmamışdı. 2-3 dənə toyuğun döşətini götürdüm və gördüyünüz belə uzunsov formalarda doğradım. Amma gələn dəfə mən bunu çalışacağam ki, kvadrat formada doğrayım. Düşünürəm ki, onda daha yaxşı alınacaq. Kənarda bir qabda un, ədviyyatlar və biraz su, mütləq 2 dənə yumurta, mən unutmuşdum, sonradan əlavə etdim. Bunları yaxşı-yaxşı qarışdırıb toyuqların içərisinə əlavə edib üstünü bağlayıram ki, yaxşı-yaxşı marinə olunsun. Evet dostlar, istədim bir dənə də buradan belə çəkim, sizə deyim ki, nələr elədim. Bu toyuqları təzədən yumurta da əlavə elədim. Yumurta əlavə etmək yadımdan çıxmışdı. Kənarda qarışdırıb bunun içinə əlavə elədim və artıq neçə dəqiqələrdir ki, bu burada belə marinə olur bir növ. Və mən də həmin vaxt ərzində kartof qaynatdım belə. Kartofları qaynatdım, tam soymağını gözlədim. Bu vacib şərtdir ki, tam soymağını gözləməliyik və qaynadarkən içərisinə duz əlavə etdim. Tam soymağını gözləyəndən sonra bunları yaxşıca əzdim. İndi bunun içərisinə məndə 2 biraz böyük boy kartofuydu. Bunun içərisinə 2 xörək qaşığı nişasta əlavə edəcəm. Bu arada bu nişastanı belə bir qaba qoymuşam, tela qabına qoymuşam. Təxmin edirəm ki, belə teksturasından tuturam ki, bu yəqin nişastadır ədviyyatlardan. Biraz qara istiyor, biraz paprika. Bir də kartoşka qızartmaları üçün belə bir ədviyyat var idi məndə. O ədviyyatlar satılan yeri desəniz özləri biləcəklər. Adı yadımdan çıxıb nə idi. Qarışıq bir ədviyyat idi. Ondan da biraz əlavə edib. Bir damcı da sarkök. Yəqin ki, yaxşıdır. İndi bunu yaxşı xəmir kimi yoğuracağam. Xəmir kimi yoğurub açacağam. Açandan sonra da uzun-uzun xətlər halında, şəriklər halında kəsirəm. O yarmarkada satılır deyib, onlardan olacaq. Qatı bir teksturada olmalıdır. Yarmarkada satırdılar. Düzdür, mən heç bu yarmarkaya gedə bilmədim və dadını da bilmirəm necə olur. Amma hər kəs tərifləyirdi ki, yeni il yarmarkası ilə içlərində ən yaxşılarından birisi bu kartof çubuqları idi. Qiyməti çox yüksək idi. 4 dənəsi falan 7 manat idi, səhv etmirəmsə. 4 dənə belə uzun çubuq. Elin demək olar ki, ondan hazırlayırıq. İnşallah hazırlayırıq. Oldu. İndi bu kündəni yağlı kağızın üzərinə sərəcəm ki, orada kəsin. Mənə
Mənə maraqlıdır ki, mənim YouTube izləyicilərimə nə tipdə videolar daha çox maraqlı gəlir. Düzdür, mənim vloqlarım adətən qarışıq olur. Amma siz istəsəniz sırf bir şeyə daha çox ağırlıq verərəm ki, o barədə daha çox çəkim. Bu təmizlik, yemək bişirmək, baxım, makyaj, yəni istədiyiniz hər hansı bir mövzu ola bilər. Amma mənə maraqlıdır ki, sizə hansı daha maraqlıdır ki, mən onu sizin üçün çəkim. Bu arada videomu izləyənlərdən xahişim rəy bölməsinə fikrinizi bildirmək və kanalıma abunə deyilsinizsə abunə olmaqdır ki, yeni videolar gələn siz bundan xəbərdar olasınız və mənə də çox böyük motivasiya olur hər dəfə like'ları, görüntüləmələri görəndə. Amma əksi olanda hər hansı bir videoya az like, görüntüləmə və ya abunə gələndə adam həqiqətən də çox məyus olur. Artıq hazırdır. Həqiqətən də dadı çox qəşəngdir. Mən burada pendir sosu və mayonez elədim. Ketçupumuz Savrəsi yox tutarmışdım. Ona görə bunları elədim. İstər kapuçkanın dadı, istərsə də ki bu naggislərin dadı həqiqətən qəşəngdir.